1970-ci il yanvarın 18-də Seridə K-320 nüvə sualtı qayığının tikildiyi Krasnaya Sarmov zavoduna reaktor partlayıb. O illərdə Nijni Novgorod şəhəri qorx adlanıb. Əcnəbilər ora buraxılmayıb. Qəza 1990-cı illərin ortalarına qədər səlahiyyətlilər tərəfindən gizli saxlanılıb. Qəza sualtı qayığının hidravlik sınaqları zamanı baş verib. Onun reaktoru vaxtından əvvəl tam gücü ilə işə salınıb. Qayığın üst qapağındakı plastik tıxaclar təzyiqə tab gətirə bilməyib və palıd materialla əvəz edilməli olduğu halda bu həyata keçirilməyib. Nəticədə reaktiv su və buxar sexə dolub. Təxminən 150 nəfərin olduğu ərazidə radiasiya fonu bir anda 70.000 küriyə çatıb. Müxtəlif mənbələrə görə qəzadan sonraki ilk günlərdə 12 nəfər radiasiyadan, sonraki 18 ayda isə daha 20 nəfər ölüb. Sex bağlanıb, lakin radioaktiv su və buxar axını damı dağıdaraq havaya qalxıb. Həmin zamanlarda küləyin olmaması və temperaturun -40 dərəcəyə enməsi ətraf mühitin ciddi şəkildə çirklənməsinin qarşısını alıb. Lakin radioaktiv tullantıların Volqa çayına tökülməsinin qarşısını almaq mümkün olmayıb. Həmin il müəssisədə ümumilikdə 33 mindən çox insan çalışıb. Partlayış baş verən gün heç bir zərərsizləşdirmə tədbirləri həyata keçirilməyib. Yalnız bir gün sonra işçilərin paltarlarını utilizasiya üsü yığmağa və onları xüsusi vasitələrlə yumağa başlayıblar. Baş vermiş qəzadan sonra bütün işçilərdən isə məcburi 25 il müddətinə gizlilik müqaviləsi imzalanması tələb olunub. Zavodun işçilərinin təxminən 1/3 dərhal işdən çıxıb. Qalanları isə əllərində olan yeganə qoruyucu vasitələr, əlcəklər və cuna sarğıları ilə qəzanın nəticələrini aradan qaldırmalı olublar. 1993-cü ildə sənədlərin məxfiliyi ləğv edilənə qədər hadisə yerində olan şəxslərdən yalnız 300-ə yaxını sağ qalıb. Demək olar ki, onların da hamısının ciddi əlilliyi olub. Bu hələ seri dövründə olan minlərlə hadisədən biridir.